Kanalımıza hoş gelmişsiniz. Çünkü bu video bizim ikimizin de kanalında paylaşılacak. Bu arada biz grup yoldaşımız Hadice ile birlikteyiz. Bu da Hadice'dir. Bura bizim vazgeçilmez yerimizdir. Çok qəşəng yerdir. Aha. Belə. Kombinlərimiz də belə arxaya gələk. Belədir. Uşaqlar, Əminə daha çox vloglar, videolar görmək istəyirsinizsə, kommentlərə yazın, bildirin. Və video statistikası artıq mənə çox şey etiraf edəcək. Deyəcək ki, Əminə növbəti videolarda olsun ya olmasın. Bu arada buralarda bir yerlərdə kanalımda qoyaram. Çünki kanal açıb. Əli belə tut, buraya qoyaq. Qoyduq. Hə, deməli uşaqlar, mən bu vision boardı mamama göstərdim. Mamam mənə dedi ki, bu nədir də? Çünki dedi ki, sən sadə şeylər istəmirsən. Mən məsəl üçün pul qoymuşam. Mən ən böyük xəyalı motosikletə minməkdir də. Motosikletə qoymuşam. Çünki mamam qoymur motosikletə minmək. Deyir təhlükəlidir. Nə qədər yerlərlə maraqlanmışdım ki, minmək üçün, amma dedi ki, yox, olmaz. Postdan almışam bu dəftəri 2025-in ortalarda. Çünki o birisi dəftərim qutardı. Mən o birisi dəftərin 5 ildə yazırdım 2020-ci ildən də. Sonra buna keçdim və 2026-ya təzə dəftər almaq istəmədim. Yəni bununla davam edəcəm. Çünki hələ çox az bir hissəsini yazmışam. Bir də ki, mən belə stiker yapışdırmışam. O stikerdən liseydə gətirmişəm. Lisədə o stikerdə yapışdırsın. Yəni eyni olsun deyə. Uşaqlar, mən bunu 6-60 almışam. Söhbətin əlaqə səviyyəsinə bax. Gətirməmişəm. İkisi də belədir. Biz bunu ajanda kimi istifadə edəcəyik. Məsələn, Xədicə indi elədiyini də göstərəcəm sizə. Xədicə A4 vərəqin üzərində istəklərini yazır və onu olmuş kimi təsəvvür edir. Amma biz həm bunu şəklinə dəftərimizə yapışdırırıq, həm də Qalxıdır. qaldır deyil. Qalına baxın. Amma yazmaq adamı çox rahatlaşdır. Ya çox pis hiss eləyəndə, ya çox xoşbəxt hiss eləyəndə günlük yazmaq. Mən təkcə günlüyümü yazmaq üçün istifadə edirəm. Mənim günlüyümdə məsəl üçün bir hissəsi var ki, ora şəkillər çəkirəm. Sonra bir hissəsi var ki, ora məsəl üçün baxdığım kinoları yazıram, dərs cədvəlini yazıram. Yəni günlük şey deyil də, yəni ancaq günlük hadisələrdən ibarət deyil. Xədicə artıq başlayıb kəsməyə. İndi Nisə ilə mən sizə vision boardımızdan danışacaq. Burada nələr var, nələr yox. Birinci Nisə danışacaq. Telefonla danışıb qutarsa. Yaxşı. Uşaqlar, bu da dəftərimizdir. Əminə üstü qəhvəyi rəngdədir, məndə də belə mavi rəngdədir. Və biz bunların içərisinə yapışdıracağıq. Görürsən ilk səhifəsini eləyəsən, yoxsa ilk səhifəsini eləyəsən? İlk səhifəsinə. Hə. Amma mən ortalarına falan eləyəcəm. Burada eləməlisən hamısını. Çatmayacaq da. İndi çatdırmalısan da o. Xırda kəsə bilməyəcəm axı. Heç olmaz, üst-üstə də olsa düşsələr də, yəni hamısı bura yerləşsin də, boş yer qalmaz. Hə, yaxşı. Yaxşı. İndi mən də burada bir yerləşsəm, mənim burada qabaqda yazdıqlarım var. Biraz ürəyim dolu olub. Buradan bir yerlər seçəcəm, mən də eləyəcəm. İndi Nisə başlayır kəsməyə. Nəfəsimi kəsir həsrət. Ay Allah, çox qəşəng düşürsən. Həqiqətən, ürəyindən deyim hansı keçir, amma səmimi qəlblə deyəcəm də. Bəziləri var ki, ürəyimdən keçmir. DJI kameramı, bu kameramı dəyişmək istəyirəm. Şu an mən bu kameranı alandan sonra davamlı vlogları çıxardım, amma sonra yenə həvəsdən düşdüm. Yəni bilirəm ki, bu sadəcə motivasiyadır. Davamın gəlməsi məndən asılı olan bir şeydir. Kameramı dəyişmək istəyirəm. Bir də iPhone 17 almaq istəyirəm. Ən çox dəqiqə bu ikisini eləmək istəyirəm. Var yaxşı. Ümumiyyətlə, harası istən qoyarsan. Deməli, bir dənə keçən dəfə qabağıma bir şey çıxmışdı ki, bir həftə ərzində neçə ölkə gəzdim. Məsələn, atıram 10 dənə ölkə kəsildim. Ölkəni kəsirik. Yox, qaçını gördüm ağlıma. Kəsmək qədər. Bu haqda nə düşünürsünüz Nisə xanım? Bir həftəyə 10 dənə ölkə gəzdim. Bəli. Bir həftəyə 10 dənə ölkə gəzəsən, mən 3 günə, bir dənə İstanbulu, yox 3 gün yox, 4 günə Gəzə bilmədim. gəzdim tam, gəzdim. Bir dənə fotoğrafçısı var. Amma doymadım da. Yəni məncə də, yəni yersizdir. Bir həftəyə bir ölkədə qal. Məsələn, ildə 2 dənə, 3 dənə ölkəyə get. Amma bil ki, sən oranı tanıdın, oranı gəzdin. Qadlarını bildin, yerlərini bildin. Nə bilim, əyləncələrini gördün. Məsələn, sən bir həftəyə 10 ölkə gəzirsənsə, hər ölkədə deməli sən 3-4 saat vaxt keçirdin.
qalan 2-3 saat yol, hətta 3 saat yox. Sən o bir həftə gəzdiyin yol, bir həftə gəzdiyin şeyin yolu elə 4 gündə, 3 gündür. 3 gün yolda qalır. Prim kasırda. Yəni 4 günə 10 ölkə nədən gəzərsən? Məncə primdir, sırf reklam göstəriş. Təzə evlənəndə getmirsən də. Niyə? Təzə evləndə gəzmir, təzə evlənmişəm. Mən niyə gəzmir? Gəzmir, məsələn, balayına get. Hadi Balayına gəzmiyordu da. O məndə yox. Siz başa düşmürsünüz mən. Bilmiyoruz. Balayına hara getmək istəyirsən? Bali'ye. Sən? Bir de Fransa. Fransa aşklar ölkəsi gedirsek. Maldiv adalarına gedərəm. Maldivə gedərəm. Mən istəyərəm ki, məsəl üçün, indi nişanlısan da məsələn. Nişanlı olduğun halda gedəsən hansı bir ölkəyə, o ölkədə sənə təklif eləyə. Ayda o kız bir səfər edib. Sən də nişanlı vaxtda gedərsən, o da tək qoymazlar heç. Mənim ailəm qoymaz. Mən şöyle qoymaz dedim. Mənim Nişanlı ailəm, mənim mamam pis baxır. Məsələn, deyir ki, Ne nişan? Mən şöyle nişanına gidə bilərsən. gedə bilərsən deyir. Nişanlından ama yanında kimsə olsun da. Hə, ay sağ ol, elə deyirəm. Tək deyirəm mən. Tək. Yəni mən yanında qardaşım da olsa, bacım da olsa, anam da olsa, Sən atam necə da ola olsa, bilər? getmək Nişanlan üçün gedərəm. sən nətər eləyirlər? Tək deyirəm. Nişanlananda şey eləyirlər, qızlar, görmüsüz? Kəbin kəsirlər ya da ki, nə bilim, gedirlər. Nişanlandı eləmirlər. Nicah eləyirlər, var. Bir dənə qız var, mənim tanışım. Heç nicah, yəni nişan belə olmayıb. Da sadəcə hərə olur. Bir dəqiqə evlidirlər, gedib nicah eləyiblər. Bir həftə içində evlənərsiniz. Hə. Mən də evlənərəm. Mən əvvəl belə absurd gəlirdi ki, tez evlənirsən. Amma indi başa düşürəm ki, əgər sən həyatını gözəlləşdirən biri varsa həyatında, yəni onunla yaşa da. Mən səsim dəqiq evlənərəm. Bu dəqiqə buradan çıxıb gedərəm. Mən pis baxmıram. İndi mən məsələn 18 yaşında, 17 yaşında evlənirlər, hə, onlar evlənir. Amma 20 yaşında, 22 yaşında evlənirsən, məncə həyatının ən gözəl illərini elə sən həyatını gözəlləşdirən birinə Amma uşaq olmasın da. Sən səhv deyirsən. Sən belə düşünmür, əmin uşaqlar bilirsiniz nə deyir? Deyir ki, oğlan ancaq 24, yox, 27-28 yaşında evlənir. Düzdür, oğlan o vaxtı olsun, formalaşar. oğlanın 28 yaşı olsun, mənim də 20 yaşım olsun. Lap evlənək. 18 yaşı var. Oğlan 18 yaşı var, mənim 19. O 18 yaşındakı oğlan ağzına su disi gəlir birincisi. Elə demirəm. Tutaq ki, sən ondan elə bil ki, onun 19 yaşı var, yox. Sənin tutaq ki, 24 yaşın var, onun 23, belə də deyirəm. İndi demirəm ki, evlənirsən. Hə, o baxır məsəl üçün, sən Xədicə. Üzülsən. Xətisə eləyirsən, nə bayaqdan? Deyir bayaqdan. Hə. Bir şey deyəcəm, amma bəziləri deyəcək ki, şey üçün danışır da. Əvvəl mən də fikirləşirdim ki, hə, evlənirəmsə oğlan var dövləti olmalıdır. Amma insan əsl var dövləti, yəni budur. Budur, də ki budur. Dur git buradan, xarışam studiyanı təqdirəm. Artıq bunların hamısını kəsdik, stikerləri. İndi göstərim sizə. Burada hamısını kəsdik. Mən bu səhifədə eləyəcəm. Burada elə bir ki 2025-in qutaracağı səhifədən bir dənə səhifə sonra burada şey yazılar da buranı boş saxlayacağam. Çünki hələ 2025-də bəlkə yazmaq istədim. Bu da belə. Lisədə ilk səhifəsinə yapışdıracağam. Artıq ki birincisini yapışdırır. Amma birinci vision board sözünü yapışdırmalıydım. Lisənin budur, mənimki budur. Mən bunu belə deyəcəm, bax buradan. Sən düşüncələrin düzdür. Mən səhv olmayım, mən heç kim yanında pərt eləməzlər, düzdür. Özünü aramızda çox pərt eləyir, düz də olsam. Amma yəni heç vaxt qıraq tərəfdə mən heç vaxt pərt eləmirəm. Nabrut, yəni hamını heçə sayır, məni birinci tutur. O xasiyyətini çox sevirəm. Qəzəl xasiyyəti odur ki, məsəl üçün məndən nəyəsə görə məsləhət alır. Sonra mənə deyir ki, "Anne, yox, mən bunu eləmək istəmirəm, belə eləmək istəyirəm." Amma yəni heç vaxt mənim fikrimi öyrənməmiş eləməzlər. Fikrimi öyrənir, amma öz elədiyini eləyəcək. Mən amma həmişə o fikrini dəyişdirməyə çalışıram. Bəzi hallarda manipulyasiya eləyib fikrini dəyişdirə bilirəm, amma çox vaxtı öz dediyini eləyir. Uşaqlar, dəftərimin gözəlliyinə baxın. Əminə də indi qutarır, son dokunuşlar eləyirik. Biraz bir hissə boş qaldı, çünki düzgün simmetriya götürmədiyim ondan. Əminə nə demək istəyirsən? Heç nə. Mən istəyirəm ki, inşallah daha
Hamısını yerim də. Hamısı İnşallah 2026 bizi sağlam il gələr, yəni sağlamlıq baxımından. Bir də bir şey demək istəyirəm. İnşallah Əminənlə mənim dostluğum əbədi olar. Sən isə bu sarı şişəni bilirsən. Sən bunu Sən amin demədim. mən olsa bilirəm ki, əbədi olacaq. İnşallah. Allah. Bu Əminə xanımın, bu Xədicə xanımın, bu isə uşaqlar mənim. Necə oldu tam səmimi? Ürəyincədir? Hə, prosta elə bil ki, biraz qaranlıqdır, vaydı. Biraz Bax belə gör ikimizdə də elə görünür. Məncə eynidirlər hə, rəng olaraq. bəyənirsiniz baxın. Bəyənirsiniz? Hayda, xəritəyə oxşuyur, belə baxmasan xəritəyə oxşuyur. Elə qəribədir vaydılar. Xədicənkini də göstərim buradan. Görürsüz. Bu da ətrafda yəni belə yəni çox dağınıq işləmişik. Pintik. Ümumi olaraq belə alındı bizim vision boardlarımız. İnşallah istədiyimiz kimi olar. İnşallah reallaşdırarıq. İnşallah. Uşaqlar, bura qədər izlədiyinizə görə çox sağ olun. Növbəti videolarda əgər Əminə ilə olan videolar istəyirsinizsə, bildirin bizə bunu mütləq şəkildə. Yəni belədir, baxın. Gözdə məndə kanalım var. Sənlə videolar istəyirsinizsə, mütləq şəkildə mənə yorumlarda yazın. Çünki onsuz da bu video yəni ikimizin də kanalında olacaq. Yəni şərt deyil ki, Əminənin olsun, sənin olsun. Onsuz da yəni bizim bərabər çox videomuz olacaq, mən inanıram. Və sağ olun. Bura qədər izlədiyinizə görə çox sağ olun. Növbəti videolarda görüşmək üzrə. İnşallah. Sağ olun.